Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Ağdam şəhərinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Allah prezidentimizin canını sağ eləsin. Bayrağı həmişə uca olsun. Ondan Allah şəhidlərimizə rəhmət eləsin. Onların hamısının, balasının, anasının, ailəsinin qarşısında baş əyirəm. Niyə ki, onların qanının bahasına alınıb bu vətən. Ora getməmək olarmı? Oranı əziz tutmamaq mı olar? Şükür bugünkü günə ki, yəni dövlətimiz, hökumət vaxtımız bizə bu şəraiti yaratdı. Biz bugünkü gündə çox özümüzü xoşbəxt hiss edirik. Hamı kimi mən də Ağdama qayıtmağı həmişə arzulamışam. Yəni bugünkü bu arzunun həyata keçməyinə görə hamıya minnətdaram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qalan qazilərimizə can sağlığı versin. Yəni onların hesabına da bu günləri gənə biz elə gənə qayıdırıq öz vətənimizə. Bu mərhələdə Ağdam şəhərinə 110 ailə, 397 nəfər köçürülüb.